Sümüklərində, oynaqlarında ağrısı olanlar, diz oynağında ağrılar, əllərdə, ayaqlarda keymə, uyuşma və qığırdaqlarda yeyilmə. Səbəb əlbəttə ki, kalsium çatışmazlığıdır. Gördüyünüz kalsium iyonlaşmış kalsiumdur və çox suallar gəlir ki, niyə məhz iyonlaşmış kalsium? Çünki 95-98% birbaşa sovrulması olduğuna görə orqanizmaya heç bir çöküntü vermir. Əgər diz oynaqlarınızda yeyilmə varsa, paralel olaraq glukozamin, xondroitin sulfatla yanaşı şəkildə istifadə etmək lazımdır ki, glukozamin qığırdaqlar arasında mayeni bərpa edəcək, kalsium isə sümükləri möhkəmləndirməyə kömək edəcək və sinir örtüklərində qidalanmanı bərpa etmək üçün isə sink mineralı bizə lazım olacaq ki, immun sistemini gücləndirə bilək. Proqram halında istifadədə sink, glukozamin və 2 qutu kalsium istifadə etməklə gələcəkdə yarana biləcək diz, sümük, oynaq ağrılarınızın da qarşısını ala bilərsiniz. Qeyd edim ki, məhsul bioloji aktiv qida əlavəsidir. Orqanizmaya heç bir əks təsiri yoxdur.